Osteopatiya metodu bir neçə diaqnozlarda, çox diaqnozlar istifadə olunur. Bütün bel travmalarında, kompresiyalarda, skoliozlarda, inkişaf dövründə asimetriklik olan asimetriyalarda biz istifadə edirik. Öncəki bizim paylaşmalarımızda sinir kompresiyasında olan diaqnozlarla bu proseduralar eləmişik. Sadəcə görürsünüz ki, skoliozda bu çanaqda asimetriyası olanda biz bu hərəkətləri veririk. Və bizim metodların içində mütləq osteopatiya kompleks şəklində olmalıdır. Bir neçə şöbəmizdə metodlardan danışırıq. Biomasaj, Giger-MD, korreksiya hərəkətləri, traksiyalarımız, David Neurospinal korporasiya. Görürsünüz ki, xəstənin asimetriyası bir tərəfdə olan əzələ tonusun yüksəlmə və qaburğanın skolioz zamanı enləmə, inkişaf dövründə biz həmin xəstənin asimetriyasını götürməliyik. Görürsünüz ki, həmin asimetriyanın bir neçə metodu var ki, biz bu hərəkətlərlə asimetriyanı rahatlanır. Hər dəfə skolioza müşahidə olunan bir ayağın qısalığı hərəkətlərdən də başqa immobilizasiya eləmək. Ayaqları düz. O birisi tərəfə, əlinizi düz. Молодец.